Teşekkür edirik. Qazizə Jubanova adına Aktobe Vilayət Filarmoniyasının Qazax Kamera Xorunun üzvlərinin akapellasını izlədik və sözsüz ki, Qazax xalqının mərd oğulları və qızları bugün də bizim studiyamızın səhər çağında canlı qonağıdırlar, ifa da canlı idi və xüsusilə biz elə mövzumuzun davamı olaraq da onların Azərbaycanda, Bakıda, paytaxtda və digər bölgələrimizdə səfərləri haqqında ətraflı müzakirə aparacağıq və istərdik ki, elə Qazax Kamera Xorunun dirijoru Melbol Kuspanovu dəvət edək. Dobro pожаловать. Və eyni zamanda Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Ləman Ağagülova studiyamızın qonağıda. Sabahınız xeyir. Xoş gəlmişsiniz, salamlayırıq sizi. Xoş gördük. Bildiyimiz kimi Füzulinin 530 illiyi ilə bağlı gözəl tədbirlər baş tutacaq və ətraflı sizdən eşitmək istəyirik. Təşəkkür edirəm. İlk öncə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotur Rayimkulov adından hər kəsi salamlayıram. Qısa bir məlumat vermək istərdim fond haqqında. Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin təşəbbüsü Qazaxıstan, Qırğızıstan, Türkiyə dövlət başçılarının dəstəyi ilə yaradılmışdır. Və Türk Dövlətləri Təşkilatının dövlət başçılarının zirvə toplantısında təşkilatın fondun prezidenti Aktotur Rayimkulova təyin olunmuşdur. Fondun əsas missiyası Türk dünyasının maddi mədəni dəyərlərini, zəngin irsini beynəlxalq aləmdə təbliğ etmək, qorunması, araşdırılması, gələcək nəsillərə ötürülməsidir. Çünki bilirsiniz ki, müasir dövrdə bu nə dərəcədə mühüm əhəmiyyət kəsb edir. Və bu istiqamətdə fond müxtəlif layihələr həyata keçirir. Sərgilər, konsertlər, konfranslar, dəyirmi masalar keçirir. Eyni zamanda Türk dünyasının, Avropa ölkələrinin universitetləri ilə memorandumlar imzalayır və eyni zamanda restavrasiya istiqamətində də, bərpa istiqamətində də fəaliyyət göstərir. Layihələrdən biri də, missiyaların əsas prioritetlərindən biri də bu Türk dahi şəxsiyyətlərinin gələcək irsinin gələcək nəsillərə ötürülməsidir. Bu istiqamətdə Aktotu xanımın təşəbbüsü ilə 3 kitab seriyası tərtib edilmişdir. Onları nümayiş etdirək. Bəli. Türk dünyasının görkəmli şəxsiyyətləri, Türk dünyasının ədəbi inciləri və elmi inciləri 3 kitab seriyası tərtib edilmişdir. Bilirsiniz ki, Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin 25 yanvar 2024-cü il tarixində sərəncam imzalamışdır. Məhəmməd Füzulinin 530 illiyi yubileyinin keçirilməsi ilə bağlı. Və ilk işıq üzü görən Türk dünyasının görkəmli şəxsiyyətləri seriyasından Heydər Əliyev və Məhəmməd Füzuli adlı kitabıdır. Burada Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin Məhəmməd Füzulinin yaradıcılığı ilə bağlı
beynəlxalq aləmdə yaradıcılığın təbliği ilə bağlı onun müstəsna xidmətləri əks olunur. Və bu yaxınlarda Azərbaycanın Qazaxstanda mədəniyyət günləri keçirilmişdi. Və bu mədəniyyət günlərinin açılışı da fond tərəfindən Məhəmməd Füzulinin qəzəllərini özündə ehtiva edən kitabın təqdimatı idi. Və indi də bilirsiniz ki, fondun, Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı Qazaxstanın Aktobe vilayətinin icra hakimiyyətinin dəstəyi ilə Qazax Kamera Xoru, Jabanova adına filarmoniyanın Qazax Kamera Xoru dəvət olunub bura. Füzuli günləri elan edilib. Neçə gün olacaq? 8, əslində dünəndən artıq başlayıb, 8-12 oktyabrda planlaşdırılır. İnşallah ayın 10-u, deməli, Müslüm Maqamayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyada konsert təşkil olunacaq, oktyabrın 10-u və 12-si də Gəncədə. Gəncə Fikrət Əmirov adına Dövlət Filarmoniyada konsert keçiriləcəkdir. Və qala konsertdə nəzərdə tutulur. Orada Füzulinin kantatası ifa olunacaq. Cahangir Cahangirovun Füzuli kantatası ifa olunacaq. Yəqin ki, elə bu xorun Bəli, üzvləri ifa və bildiyiniz kimi də xorun bədii rəhbəri, dirijoru Mirbol bəy də buradadır. Добро пожаловать, мы вас приветствуем. Друзья, добро пожаловать в наш прямой эфир. Ну, какие впечатления? Общие, как говорится, корни, общие культура и история нас связывает, тюркских народов. Хотелось бы вас услышать. Впервые мы в этой стране замечательны, и нам очень здесь все нравится, начиная от того, как нас встречали. И вчера была первая сводная репетиция, когда мы два хоровых коллектива. Это наш казахский камерный хор и капелла хоровая государственная, да, государственная хоровая капелла Азербайджана во главе с замечательной Гульбаджи ханом. Когда мы вчера исполняли Джангирова кантату Физули, первая совместная репетиция, это вот настолько мощно, да, звучит, это стоило того, чтобы приехать, чтобы объединиться, да, чтобы услышать друг друга в первую очередь, обменяться опытами, потому что мои артисты увидели, как работает народная артистка Азербайджана Гульбаджи ханом, а артисты капеллы увидели, как работаю я, да, и у нас в программе мы исполняем Гайза Ахметовны Жубановой «Жалғыз Емен», совместно два хоровых коллектива, и исполняем Каракараева «Песня счастья» из кантаты. Помимо Физули завтра будет звучать, я всех азербайджанцев приглашаю на этот концерт. Я хотел бы выйти на сцену и увидеть полный зал. Безусловно, так полный и будет. зал. И хотелось бы представить, конечно, свою страну на высшем уровне, потому что в нашей программе, вы как понимаете сами, казахская музыка во главе. И у нас есть произведения тоже на азербайджанском. У меня личный опыт с азербайджанской культурой, с азербайджанским языком, с музыкой. Это с 2017 года, когда мы в Анкаре познакомились стран, тюркскоязычные страны. Это был молодежный хор, в котором я сам принимал участие. И тогда вот первое мое знакомство было с азербайджанской музыкой. И это, наверное, one love, как говорится, Наверное. одна любовь, да, и все-таки... Притяжение уже нескольких дней. Да, лет. Да. Все это, конечно, не осуществилось бы, если бы не наш акимат, не наша мэрия, которая поддержала нас и отправила целую делегацию, 39 человек в эту страну, чтобы представить как бы нашу страну в высшем цвете. И, конечно же, это все происходит в рамках 80-летия нашей филармонии. Потому что мы в этом году празднуем свое 80-летие. Это не первая наша поездка. В этом году мы были уже в Москве на международном конкурсе, были в Южной Корее, город Сеул. И вот третья международная поездка, это у нас Азербайджан, Баку. Хотелось бы еще добавить, что нашему хору 33 года, мы являемся самым в нашей стране таким, как сказать это, ну, из камерных хоров страны мы самые старейшие, да? Мы ровесники независимости Казахстана, являемся почетными
Награду государственную получили мы, почетные грамоты от президента и ежегодная работа, любимая работа, которая нас приводит вот в такие чудесные страны, от которых мы просто удивляемся и восхищаемся. Спасибо огромное. Я хочу перевести нашим zрителям. Və Qazaq xalqının bax bu bir neçə heyətin üzvündən ibarət olan heyət bu bir neçə gün ərzində paytaxtımızda qonaqdılar. Yüksək emosiyalarından söz açdı qonaq və düşünür ki, onun Azərbaycan mədəniyyəti ilə, musiqi mədəniyyəti ilə tanışlığı onun hələ gənclik dönəminə təsadüf edib. Ankarada oxuduğu illərdə artıq Azərbaycan mədəniyyətinin musiqi incilərini dinlədikdən sonra o qədər sevib ki, bu musiqi mədəniyyətini və sonralar artıq buna göstəricidir ki, məhz elə Azərbaycan günlərinin də Astanada keçirilməsi və onun davamı olaraq Füzuli günlərinin məhz paytaxt Bakıda və bir neçə bölgəmizdə baş tutması artıq bu sevginin bir davamıdır ki, onlar çalışırlar ki, elə bax belə Azərbaycan incilərinə müraciət etsinlər. Yeri gəlmişkən sabah Bəli, sabah. Filarmoniyada, Dövlət Filarmoniyasında növbəti bir konsert baş tutacaq. Konsertdə bizim Azərbaycan Dövlət Xor Akapellası ilə Qazaq xorçular arasında bir vəhdət şəklində musiqilər, xüsusilə də Cahangir Cahangirovun Füzuli kantatası səslənəcək və qonaq çox arzu edir ki, və biz də ona qarşılığında dedik ki, biz əminik ki, Filarmoniya yüksək bir anşlaq səhnəsini qarşılayacaq və yüksək alqışlarla bütün bu ifalar qarşılanacaq. Əlbəttə ki, Qazaxıstan, Türkmənistan və digər Qırğız, Özbək xalqlarının nümayəndələri hər zaman bizim Səhər Çağının studiyasında qonaq olublar və bizi birləşdirən bu mədəni incilər, ortaq dəyərlər düşünürük ki, böyük bir Türk dövlətinin bir parçasıdır. Və sözsüz ki, biz Ləman xanımla söhbətimizi davam etdirəcəyik. Ləman xanım, bütün bunlar yəqin ki, bir məqsədə hədəflənib. Mədəniyyəti dərindən öyrənmək və bundan sonraki nəsillər üçün təbliğ etmək. Bəli, əlbəttə. Çünki bilirsiniz ki, Türk dünyasının, Türk xalqlarının nə qədər zəngin bir irsi vardır, tarixi, çox əsrlik tarixi vardır və məqsədimiz ümumiyyətlə bu irsi, bu mədəniyyəti təbliğ etmək beynəlxalq müstəvidə və gələcək nəsillərə ötürməkdir. Türk xalqları arasında əlaqələrin daha da genişləndirilməsidir, gücləndirilməsidir, inteqrasiyaya töhfə verməkdir. Ləman xanım, burada bu disklərin də şahid oluruq. Kollektivin oxuduğu repertuardır, düzdürmü? Bəli, bəli. Onu Mirbol bəy təqdim edir. Қазақша айтамын, бұл біздің хордың ең алғашқы дискісі. Это самый первый Xorun наш диск. ifasında səslənən mahnıların diskidir. Да. Здесь собрано 33 произведения, и здесь на разных, как бы, на казахском обязательном порядке, второй это мировые хиты, и третий это русская музыка. И bunu сіздерге Hediye. Teşekkür ederim. Teşekkür. Çok sağ olun. А как будет на казахском доброе утро? Hayırlı tan. Hayırlı tan. Hayırlı tan. İyi Teşekkürlər. Teşekkür. Rahmet. 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 Teşekkür edirik və düşünürük ki, bu səhər çağında bizim ən sevimli güşələrindən birində qorunub saxlanacaq və hətta dinləniləcək. Çünki akapellanın ifasında biz bilirik ki, hətta Azərbaycan musiqi inciləri səsləndirilir. Biz bayaq elə məşq prosesində Üzeyir Hacıbəylidən gözəl bir nümunə də eşitdik. O qədər həm də fərqli, yüksək emosiyalar var idi. Çox fərqli yanaşma idi. Və düşünürük ki, bu neçə gün ərzində bu xor kapellasının ifasını dinləmək üçün istər Filarmoniyada, istər Fikrət Əmirov adına Gəncə Filarmoniyasında, yəni bunları izləmək şansımız var. Bəli, təşəkkür edirik bir daha qonaqlarımıza. Qeyd edilək ki, qonaqlarımız Qazizə Jubanova adına Aktobe Vilayət Filarmoniyasının Qazaq Kamera Xorunun dirijoru Mirbol Kuspanov və Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı və prezidenti Aktuldə Raymkulovanın köməkçisi xanım Ləman Ağagülova idi. Teşekkür edirik. Çok sağ olun. Мы очень были рады вас видеть здесь. И думаем, что эти встречи будут продолжительными. И в конце концов как-то нас соединяет все общее.
и тюркских странах, история, культура. И нас радует, что вы вот предпочитаете азербайджанскую музыку, любите. И в конце, наверное, вы исполните Конечно. Да. от Узира Гаджибекова. Да. Можно? Пожалуйста. Teşekkür ederiz dostlarımıza. Народная песня на Бахарсан в Aha. обработке Аиды Хусейновой. Xalq mahnısı nə baxırsan? Ne İfa güzel. olunacaq Qazaq Alqışlayaq. Folk Kapellasının ifasında. Bala bala, bala